Değerli izleyicilerim, her vaxtınız xeyir. Bir tort resepti paylaşacağım ki parmaklarınızı yiyeceksiniz. Tortumuz glutensiz, bol proteinli ve şirindir. Bu baştan bir like atın, yaddaşda saxlayın ve paylaşın. Ve gördüğünüz gibi ben artık yumurtanın ağını sarısından ayırmışam. Bize nişasta ve şeker tozu da lazım olacak. Ölçülerini videonun altında yazacağım. 14 yumurtadan istifadə edirəm. Korcularımız unsuzdur, qoz ləpəsi ilə hazırlanır. Və devam edirik. Bir çimdik duzumuzu yumurtanın ağına əlavə elədik. Deməli, mənim tortum 28 cm dairədədir. Yəni ki, böyük bir tortdur. Siz yarısını eləmək istəsəz, verdiyim ölçüləri yarı bölürsünüz, yadınızdan çıxmasın. Burada 14 yumurta var. Siz kiçik hazırladığınız üçün onu yarıya bölüb 7 yumurta götürəcəksiniz. Və bir çimdik duzla biraz çalandan sonra 280 qram bura şeker əlavə olunur. Hissə əlavə edirik və çalırıq. İndi əvvəlcədən üyütdüyümüz qozun içərisinə nişastanı əlavə edirik. Burada fikir verin, nişasta qozla yaxşıca qarışmalı. 14 yumurta, 280 qram şeker, bir çimdik duz veya limon duzu. Hansı olursa olsun, fərq etməz. Əsas yumurtanın yaxşıca çalınmağıdır. Çalındı. Çalınandan sonra götürüb qoyuruq bir qırağa. Qoz 500 qram çəkilmiş, təmiz, üyüdülmüş 500 qram olacaq. Qaşıq-qaşıq əlavə edirsiniz, qarışdırırsınız. Qoza əvvəlcədən nişasta əlavə edirik. Nişasta 40 qramdır. 40 qram nişastanı əlavə elədiniz, qozla qəşəngcə qarışdırdınız. Daha sonra əlavə edirik yumurtanın ağına və ehtiyatla bunu qarışdırırıq. Daha çalmaq yoxdur. Bir kağızın üzərində tortunuzun dairəsi nə qədərdir? O boyda bir dairə çəkin. Gözəyarı istəyirsinizsə gözəyarı da eləyə bilərsiniz. Kağızın o birisi üzündə dairəni çəkib 4 xörək qaşığı yumurta ağı və qoz qarışığını bura əlavə edirik və bunu qəşəngcə yayırıq. Məsləhətim budur ki, qabaqcadan hamısını bu cürə hazırlayasınız. Daha sonra sobada 12 dəqiqə bişir. 175 dərəcəlik sobada 12 dəqiqə bişirirsiniz. Baxın, bu rəngdə alınacaq. Hamısını bir-bir bişirdiniz, qoydunuz qırağa. Kağızdan çıxartmayın, qalsın, soyusun. Şeker tozu əlavə edirik, bunu yaxşıca qarışdıraq. Yadınızdadırsa 14 yumurtamız vardı. 14 yumurta sarısına 300 qram şeker tozu əlavə olunur. Bunu əlimizlə yaxşıca qarışdırırıq. Daha sonra üzərinə, baxın, mən bu cürə vanil əlavə edirəm. Siz 2 paket şəkərli vanil əlavə eləyə bilərsiniz. Əlavə edirik. Mən süd əlavə elədim. Siz qaymaq əlavə eləyə bilərsiniz. Yəni burada çünki şəkəri çoxdur, heç olmasa biraz yağını azaldaq. Bu fikirlə mən məsələn süd əlavə elədim. Qarışdırırıq. Qarışdırıb qoyuruq ocağın üstünə. Əlimizi ayırmadan bunu bişiririk. Onu da deyim ki, kremi birinci növbədə bişirmək lazımdır ki, o qalıb ilığlaşsın. Yəni soyusun. Sonra yağını əlavə eləyəsiniz. Və gördüyünüz kimi, baxın, bunu belə yaxşıca qarışdırdım. Qarışdıram, o pıqqıldamağa başlayanda götürüb qoyuram bir qırağa və bura 400 qram şokolad əlavə eləmək lazımdır. Mən şokoladı rəndədən keçirtmişəm. Narın rəndədən və onu ilıq, deməli, həmin bu zavarnoy başlığa əlavə edirəm, qarışdırıram. Fikir verin, hiss olunur ki, orada belə birazcık elə bil ki, belə krem kimi deyil. Ondan qorxmayın, qoyun qalsın, ilıq olsun. İlıq olandan sonra üstünə kərə yağı əlavə edirik, yumuşaq kərə yağı və bunun ikisini birlikdə çalırıq. Çox gözəl, ləzzətli bir krem alınır. Baxmayaraq ki, mən bura yağı da az əlavə elədim. Videodan görünür, reseptdə görəcəksiniz ki, yağ həddindən artıq çoxdur. Siz də azalda bilərsiniz. Çünki o kremdən siz bir azacıq üstünə bəzək verə biləcəksiniz. Vəssalam, qalanı hamısı aralığına, qıraqlarına, üstünə gedir.
Ve gördüğünüz kimi kremimiz de kaldı soyudu. Ondan sonra başlayırıq tortumuzu yığmağa. Korjlarımızı bir qoyuruq. Üstünə yenə də hər birinin üstünə deməli 6 korjumuz var. 6 korju paylaşdırırıq kremi belə yenə 4 qaşıq, 5 qaşıq nazik təbəqə halında çəkirik. Burada kremi qalın çəkmək lazım deyil. Onu da deyim ki, korjlarımız yumuşaqdır. Mən götürəndə görürsünüz, belə lavaş kimidir elə bil ki. Amma ehtiyatlı oluruq, çünki o yumurta ağından hazırlanıb, əlinizdə cırıla bilər də. Sərt olsa heç bir şey olmaz, yumuşaq olanda birazcık ehtiyatla devranırıq. Görürsünüz, çatlayır, onun da ziyanı yoxdur. Kremimizi sürtürük, propitkaya ehtiyacı yoxdur, onu da nəzərə alın. Və kremin hamısını çəkəndən sonra göndəririk soyuducuya. 2-3 saat soyuducuda qalır. Buzluqda yox, soyuducuda. Bu bir Balqar reseptidir. Tortun adı da qaraşdır. Və gördüyünüz kimi artıq axıra çatmaq üzrəyik. Bura qədər baxmısınızsa, like etməyi, yaddaşda saxlamağı, paylaşmağı unutmayın. Həqiqətən də çox dəyərli bir tortdur. İndi üstünü axırıncı lay, şokoladlı layını hazırlayırıq. Bu qanaş deyil, bu əməlli başlı şokoladdır. 100 qram yağ, 100 qram şokoladı əridirik. Buxarın üstündə əridirik ki, dibinə yapışmasın, yanmasın, sonra bərkiməsi düzgün olsun və istədiyiniz bəzəyi verə bilərsiniz. Mən gördüyüm bəzəkdən istifadə edirəm. Bu bəzəyi görmüşdüm. Ona görə bu cürə də bəzədim. İndidən hazırlayanlara, yeyənlərə nuş olsun. Onu da nəzərə alın ki, kalorisi çoxdur. Və yadınızdan çıxarmayın ki, kiçik ölçüdə eləmək istəyirsə, mütləq videoda yazılan resepti mütləq belə yarı bölün, 1/3 bölün, bişirin. Amma bişirin, yeyin, çünki yeməsəz hayf olar. Gözəldir, ləzzətlidir. Bugünlük bu qədər. Sağ olun, sağla qalın. Gələn videolarda görüşmək üzrə. Şərqə xanımdan bu qədər. Нажми на ручки.